Salam müəllimlər, mövzu sınaq 4 ilə gəlin davam eləyək. Bu sınağımızda 4 mövzu əsasən istifadə olunub. Yerin şəxsiz formaları, yəni non-finite forms of the verb, yəni gerund, infinitive, participle-lardan istifadə olunub. İkinci isə deməli reduction, qısalma bölməsi, transformasiya da var burada. Üçüncü isə deməli subjunctive mood, yəni feilin vasitəli şəkli. Dördüncü isə deməli, bağlayıcı bölməsi bu sınavda öz əksini tapıb. Sözlərdən isə 10-cu sinif, digərləri isə paraqraf tamamlama, dialoq tamamlama, oxuyub anlama, situasiya, sinonim, antonim, cümlə qurma bunlarla bağlı testlər istifadə olunub. Toplam 17 qrammatika, 23 oxuyub anlamadan istifadə olunub. Gəldik sualımıza. The beginning of the movie was confusing. Bu cümləmizdə 2 dənə görsüz kainat var. Mən isə burada altından xətt çəkilmiş hissəni sizdən tələb edirəm. Yəni istəyirəm daha doğrusu tapmağınızı. Birinci ayıncımız deməli burada verbal noun-dur. İkinci ayıncımız isə deməli participle adjectivedir. Amma bizə lazımdır altından xətt çəkilmiş hissəni tapın. Ona görə də bu verbal noun-dur. Verbal noun-u bəs digərlərindən fərqləndirən xüsusiyyət nədir? Yəni gerunddan fərqləndirən xüsusiyyət nədir? Participle-dan fərqləndirən xüsusiyyət nədir? Birinci onu deyim ki, verbal noun sözünün mənası o deməkdir ki, feili isim. Tam olaraq qarşılığı nədir? Tam olaraq qarşılığı o deməkdir ki, bir ing-li söz tam olaraq ismin yerinə keçirsə, buna verbal noun deyilir. Nə deməkdir tam olaraq ismin yerinə keçmək? Bunu necə açmaq olar? Belə açmaq olar ki, bu tip birləşmələr yiyəlik halda ola bilir, kəmiyyət ifadə edən sözlərlə istifadə oluna bilir, bunlar cəmlənə bilir. Məsələn, tutaq götürək building sözünü. Kökü nədir? Root, to build. Nə artır üzərinə ing. Nədir bu? Deməli, noun forming suffiksdir. Yəni, isim düzəldən şəkilçidir. Verbdən nə yarandı? Noun yarandı. Building. İndi bunu gəlin təsrifləndirə bilərik. Yəni, xüsusi hissələr dəyişdirə bilərik. Məsələn, deyə bilərik buildings. Deyə bilərik, məsələn, the roof of the building. Yəni, deməli, binanın, tutaq ki, damı və s. və axır. Yəni, bu şəkildə artıq biz bunları yiyəlik halda da verə bilərik, cəmliyə edə bilərik, qarşısında many buildings olaraq quantifier'da istifadə edə bilərik. Yəni, bunların hamısı doğru. Bu nöqteyi nəzərdən bunlara yiyəlik, deməli, verbal nounlar deyilir. Bir də onu qeyd edim ki, verbal nounlar əsasən özlərindən sonra of sözünü alır. Bunu bilmək lazım. Gəldik digər məsələ. Digər məsələmiz nədir? We are beginning the movie at 8 sharp. İndi burada nəyə diqqət yetirmək lazımdır? Deyir ki, biz deməli saat we are beginning, biz başlayacağıq filmə. İndi burada bir məsələ var. Deyə bilərsiniz ki, müəllim, normalda test banklarında və yaxud da ki, hər hansı bir test tapşırığında bu tip cümlələr participle cümləsi hesab olunur. Bəli. Heç bir ing və yaxud da id, yəni məsələn, məchul növ, passive voice, causative geri-icbar növ, ondan sonra perfect zaman formaları, continuouslar, bunların heç birisi participle cümləsi hesab edilmir. Qəti şəkildə bunları participle cümləsi olaraq vermək olmaz. O zaman sual ortaya çıxır. Niyə bunları participle cümləsi hesab etmək olmaz? Məsələn, məchulu. Axı orada P2 var, bitmişi. Orada P2 var, davam ediciləri. Axı orada P2 var, bəli. Yaranmada P2 var. Yaranmada P1 var. Amma, yəni present participle, past participle yalnız formation'da, yəni yaranmada iştirak edir. Amma cümlə olaraq participle cümlə hesab edilmir. Niyə? Bunu necə açmaq olar? Belə aça bilərik ki, bu fikri. Bir cümlənin participle olaraq adlandırılması üçün əsas hərflərdən biri rol oynamalıdır. O hansıdır? O da odur ki, ilk cümlə qısalmış cümlə olmalıdır. Yəni, qısalmayan heç bir cümlə participle cümləsi hesab edilə bilməz. Təkrar deyirəm. Qısalmayan heç bir cümlə participle cümləsi hesab edilə bilməz. Bir cümlədə reduction, reduce anlayışı yoxdursa, bu cümlə heç bir halda participle cümləsi hesab edilə bilməz. Bəs ikinci cümləmiz necə? Bu cümlədə mən deməmişəm ki, bu cümlə participle-dir ya yox. Mən altından xətt çəkilmişi demişəm. Biz deyirik ki, the present continuous or present progressive is formed by means of to be plus present participle. Bəs nə üçün deyirik ki, indiki davam edici zaman forması to be və bundan sonra feili indiki zaman forması ilə düzəlir. Deməli, əslində yaranmada participle iştirak edir. Hə, mən də yaranmanı soruşmuşam burada. Demirəm ki, cümlə participle-dir ya yox. Deyirəm ki,
Altından xətt çəkilmiş hissəyə ad verin. Mən də ad verirəm. Adı nədir? Present participle-dur. Kim bunu təksib edə bilər? Kim bunun əksini deyə bilər? Kim deyə bilər ki, bu participle deyil? Heç kim deyə bilər. Çünki mən altından xətt çəkilmiş soruşuram. Mən demirəm cümlə nədir. Deyirəm altından xətt çəkilmiş nədir? Altından xətt çəkilmişsə present participle. Amma bunun altına xətt çəkməyi götürüb. Bunları buradan götürüb. Cümlələri adlandırsaydım, bu cümlə nədir, bu cümlə nədir, bu cümlə nədir? O zaman bu tip test tapşırığı participle cümləsi heç bir halda hesab edilə bilməzdi. Üçüncü cümləmiz beginning-dən. Əgər cümlə ing ilə başlayıb ortaya xəbər girərsə, başda gələn ing itin yerinə keçdiyinə görə bu tip cümlələr mütləq şəkildə gerund hesab olunur. Cümlə ing ilə başlayıb ortaya vergül girərsə və ya vergüldən sonra mübtəda xəbər gələrsə, bu tip cümlələr isə participle cümləsi hesab edilir. Yəni buna diqqət yetirmək lazımdır. Dördüncü cümləmiz isə burada artıq görürsünüz ki, article var, ing var və isim var. Bu tip cümlələr yalnız və yalnız P1, yəni present participle cümləsi hesab edilir. PD, AD deməli düzgün cavabımız elə bu test tapşırığında B variantı olur. Gəldik ikinci sualımıza. İkinci sualımızda deyir ki, which of the following is not a participle sentence? Aşağıdakı cümlələrdən hansı participle cümləsi deyil? Və görürsünüz yazmışam burada. Participle cümləsi hesab edilmir. Burada participle cümləsi hesab edilən bir cümlə varmı? Birinci hissədə participle P2-dur, amma məchul növü yaradıb. Məlumdur, məchul növ, icbar növ. Bunlar participle cümlələr hesab olunur. Bir dənə burada çəkə bilərsiniz, nəsə var, amma burada artıq hizayət olduğuna görə burada artıq gerundun yerinə keçmiş olur. B-də varmı destroyed, C-də varmı clean, D-də varmı pushing, E-də varmı washing, watching daha doğrusu. Düzgün cavabımız nə olur? Düzgün participle olmayan cümləmiz elə E variantı olur. Gəldik üçüncü cümləmizə. Üçüncü cümlə ilə gəlin davam edək. Don't forget to lock the back door. Yəni, arxa qapını bağlamağı unutma, bağlamağı. Bilirsiniz ki, forget və remember feillərindən sonra bu gələndə gələcəyə, ing gələndə keçmiş hal olur. Bəzən bu qayda tutmur, bəzən bu qayda deməli uyğun gəlmir. O zaman nə edirik? Mağı, məği, maq kimi baxırıq bu işə. Dık və maq kimi. Əgər maq kimi baxırıqsa, maq kimi daha doğrusu tərcümə ediriksə, bu zaman bu olur. To, dığı kimi tərcümə ediriksə, bu zaman olur ing. Don't forget to lock the back door. Arxa qapını bağlamağı, mağı unutma. Deməli, burada to olmalıydı. Oh no, I forgot to buy milk. Almağı. Yenə mağı var burada. Deməli, burada mütləq şəkildə nə olmalıdır? To olmalıdır. Please, don't forget to pick up burada olar. Some juice on your way home. Evə gedərkən, yəni, evə gələndə, yəni, meyvə suyu almağı unutma. Almağı unutma. Aldığını yox, deyə bilməzsiniz. I don't remember drinking. İçdiyimi xatırlamıram. Artıq burada dığı, dığı kimi tərcümə. Yəni, feili sifət tərkibi ilə tərcümə olunursa, Azərbaycan dilində var da, feili sifət tərkibi, feili bağlama tərkibi, məstər tərkibi, məstərlər tudur, feili sifətlər isə dığıdır. Yəni, ing-dir. I don't remember drinking so much wine. İçdiyimi xatırlamıram. Dığı, deməli ing olmalıdır. Have we studied this before? So I have forgotten learning. Bunu öyrəndiyimi xatırlamıram. Çünki bilirsiniz ki, forgetdən sonra ing gələndə remember'ın inkarı kimi tərcümə eləmək daha məsləhətdir. Unutmuşam yox, öyrənməyi unutmuşam yox. Öyrəndiyimi xatırlamıram. Yəni, öyrənmiş olduğumu xatırlamıram kimi vermək daha doğrudur. Bu tip tərcümələrdə düzgün cavabımız, səhv olan düzgün cavabımız elə C variantı olur. Gəldik qısalma test tapşırığına. Qayda var ki, əgər cümlənin başında boşluq varsa və ya qısalma cümlə başında isə, bu zaman qısalmalarda cümlə başında to gəlməz. Buna görə də variant birinci çıxır. Qısalmalarda gerund işlənməz. Bunu əvvəldən qeyd edin biləsiniz. Bir də ki, vergüllərdən sonra gerund, vergüllərdən sonra infinitiv gəlməz. Necə ki, when-dən, while-dan sonra present participle gəlirsə, vergüldən sonra da gələn bütün ing-lər present participle hesab edilir.
A variantı olmaz. Buna görə çıxırıq. Cümlə başında xəbər gəlməz. Xəbər o halda gələ bilər ki, cümlənin sonunda nida işarəsi olsun. Və yaxud da ki, əmr cümləsi olsun. Məsələn, stop talking nida qoyursunuz burada ki, cümlənin imperativ mod olduğunu göstərə biləsiniz. Yəni, feilin əmr şəkli olduğunu göstərə biləsiniz. O zaman C variantı da ola bilər. Qalır B, D və I variantında. O zaman nə edirik? Bu zaman baxmalıyıq cümləmizə. Görürük ki, deməli, boşluqdan sonra birinci boşluqda that var. Mən sizə onu deyim ki, that-in qabağında 90% P1 istifadə olunur. Think that, düşünəndə ki. Düşünəndə ki, cause many people qayda var. Əgər boşluqdan sonra by sözün varsa, yəni by agent deyirlər buna, by the collapse of the bridge during the earthquake, the Japanese architect committed suicide. Deməli, burada bir məsələ var. Nəyə diqqət yetirmək lazımdır? Əgər boşluqdan sonra by sözünü varsa, mütləq şəkildə o boşluğa past participle gətirilməlidir. Yəni, məchul növ olmalıdır. Ya olmalıdır killed, ya da olmalıdır to be killed. İndi niyə burada to be oldu deyə sual versəniz, çünki cause feili mürəkkəb tamamlıq mövzusunda necə ki, won't expect feili to götürürsə, cause da o qəbildə olan feillərdəndir. Yəni, özündən sonra hər zaman to alan feillər qəbilindən. Düzgün variantımız nə olur? Düzgün variantımız elə Y variantı olur. Növbəti sualımız. Deməli, vergüldən sonra söz önə gəlib. Bütün söz önlərin qabağında biz əsasən P2, əsasən dedim amma, deməlim həmişə, əsasən P2 istifadə olunur. Deməli, vergüldən sonra xəbər gəlməz, A variantı gedir. Məhz to gəlməz, D variantı gedir. Ayıncı gəlməz, çünki 15-ci əsrdə çəkən deyil, çəkilən olar. Söz önləri məchul tələb edir. E variantı olmaz, B variantı olmaz, D variantı olmaz, yes, D ya da E variantıdır. Gələm digər tərəfimizə. Deməli, was stolen by a man. Deməli, bir cümlədə bir xəbər olar. Bir cümlədə en qədər participle olar. Deməli, was stolen cümlənin xəbəridir. İkinci xəbərə ehtiyac varmı? Yoxdur. O zaman C variantı da gedir. Təkrar deyirəm. Bir sadə cümlədə bir xəbər olar. Bir mürəkkəb cümlədə iki xəbər olar. Bir sadə cümlədə bir xəbər varsa, was stolen, en qədər də P-lər ola bilər. Deməli, birinci boşluğa painted, ikinci boşluğa working əlavə eləyərək E variantını seçmiş olaraq. Gəldik transformasiyaya, yəni mürəkkəbdən sadəyə çevrilmiş test nümunəsinə. This house is very nice and comfortable, but it's not very good to live in because it is situated close to a chemical plant. The air around is very bad. İndi bu test tapşırığı görürük ki, bir-birilə birləşmiş, deməli, two independent sentences bilirik ki, mürəkkəb cümlələr composite sentence adlanır. Bu da iki hissəyə bölünür. Complex və compound. Yəni, tabeli və tabelsizlər. Complex sentence o deməkdir ki, deməli, bu cümlədə mütləq şəkildə nə olmalıdır? Tabelilik bağlıdır olmalı. Compound sentence o deməkdir ki, bu cümlələrdə mütləq şəkildə deməli, tabelsizlik bağlıdır. Deyə bilərsiniz ki, müəllim, baxın, burada but var. Onsuz tabelsiz. Axı, burada because var. Onsuz da tabelsiz. Bildik. Birinci tərəf elədir, amma ikinci tərəf independent bir cümlə var burada görürsünüz. Və bizə lazımdır birinci mürəkkəb cümlə ilə birinci mürəkkəb cümlə ilə ikinci sadə cümləni birləşdirməyə lazım. Yəni, birinci tərəfin mürəkkəb cümlə olmağı o demək deyil ki, biz bunu birləşdirə bilmərik. Zaten ikinci tərəfdə the air around deyil burada. Ona görə də biz bunu artıq məcburuq ki, nə etməliyik? Birləşdirməliyik. Deyir ki, ev deyir, çox gözəl və komfortludur, ancaq deyir, yaşamaq üçün heç də məsləhət deyil. Çünki deyir, kimya, yəni zavodunun, yəni kimyəvi zavod maddələrin hazırlandığı bir fabrikaya, zavoda yaxındır deyir, yerləşir bu və bu ətraf ərazidə hava deyir, heç də yaxşı deyil. İndi, bu indiki zamanlı bir cümlədir, izli bir cümlədir. Bu tip cümləni mürəkkəb cümləyə çevirən zaman ilk edəcəyimiz şey nə ola bilər? İlk edəcəyimiz şey bu ola bilər ki, biz burada mütləq şəkildə nə etməliyik? Izdirsə, ifə çevirəndə were,
Was-dursa ifə çevirəndə had axtarmalıyıq. Yəni had been daha doğrusu axtarmalıyıq. Cümləmiz başdan sona present bir zamanda olduğuna görə gedib variantlardan ilk olaraq was, were, daha doğrusu were axtarmalıyıq. Çünki bunlarda was işlənməz. Sin əvvəldən çıxaraq, çünki real hərəkət deyil. Düzdür, əslində qayda deyir ki, if-dən sonra was da gələr, were da gələr, amma bunun işlənmə yeri biraz dəyişir. Necə dəyişir? Belə dəyişir ki, qayda qeyd edir ki, was-dan o vaxt istifadə oluna bilər ki, buradakı hərəkət doğrudan da realdır. Amma məsəl üçün, deyirəm ki, quş olsaydım uçardım. Quş deyiləm ki, uçam. Bu qeyri-real bir cümlədir. Bunu hardan da baxsaq, bura was vermək olmaz. İstənilən halda burada ver olmalıdır. Niyə? Çünki hypothetic bir actiondır. Yəni, bu sadəcə xəyali bir hərəkətdir. Xəyali bir hərəkətlərdə biz heç bir zaman was istifadə edə bilmərik. Were, was o halda istifadə olunur ki, bu hərəkəti doğrudan da bugün də o şəxs icra edə bilər. Milyonçu olsaydım villa alardım. Mən deyiləm, necə alım villanı? Yenə bu cümləyə was verə bilməzsiniz. Bu yenə were-li bir cümlə. Yəni, bu tip cümlələrdə biraz ehtiyatlı olmaq lazımdır. Cümləmiz is olduğuna görə hərflər ola bilməz. A variantı gedir. C variantı was olduğuna görə gedir. Düzgün cavabımız qala bilər. Ya be, ya de, ya da i variantı qala bilər. Deməli, gəlin davam eləyək. Məsələn, başlayaq tutaq ki, B variantı. Əgər bu ev kimya zavoduna yaxın olmasaydı, if this house were not situated close to a chemical plant, the air around would not be bad and the house would be very good to live in. Burada problem görmürəm. Gəldi D variantına. Olmasaydı, yaşamaq üçün yaxşı olardı və hava pis olmazdı yox. Pis, burada the air around wouldn't be bad. Əslində wouldn't be bad pis olmazdı, yaxşı olardı. Amma burada bir məsələ var ki, it would be very good to live in. Bu hissəsi. Burada deməli biz nə etməliydik? Əgər bu ev kimya zavoduna yaxın olmasaydı, hava pis olmazdı və yaşamaq üçün çox yaxşı olardı. Burada əslində belə olmalıydı. It deməli the air əvvələ gəlməli idi. The air around wouldn't be bad and it would be very good to live in. Çünki burada kimya zavoduna deməli kimya zavodunun evə yaxın olması ətrafdakı havanın pis olmasından danışır əslində. Yəni əslində bizə lazım olan nə idi bilirsiniz? Bizə lazım olan o idi ki, mən evi axırda verməliyəm. Çünki nəyə görə? Sən birinci kimya zavoduna onun yaratmış olduğu səbəbi göstərməlisən yanında. Yəni, if this house were not situated close to a chemical plant, the air around would not be bad. Ondan sonra deyirsən ki, and və yaşamaq üçün yaxşı olardı. The house would be very good to live in. Yəni, it would be very good yox. The house would be very good to live in olardı da. Yəni, yaşamaq üçün yaxşı olardı. Yəni, bu axırda vermək lazım idi onu. Çünki belə olanda bunu and ilə ayırırız. Bax, məsələn, buranı düzgün götürsək, belə başa düşülür onda. Baxın cümləyə. Buranı buradan götürək. Baxın nə alınır. Bircə dəqiqə. Buna fikir verin. Tutaq ki, buranı götürsək. Deyir ki, bu ev kimya zavoduna yaxın olmasaydı, yaşanılması üçün yaxşı olardı. Bax, orada deyir ki, nə zaman yaxşı olardı? Hava pis olmasaydı yaxşı olardı. Bizə hava məsələsi birinci lazım idi burada. Yaşamaq söhbəti yox. Ona görə məsələn burada D variantı ola bilməz. I variantında burada wouldn't be very good deyir. Ya, deməli, kimya zavoduna yaxın olmasaydı, deməli, yaşamaq üçün yaxşı olmazdı yox, yaxşı olardı deməlidir bu. Siz çaşa bilərsiniz maksimum B ilə D variantı arasında. B-də də ki, baş cümlənin yeri səhv göstərilib burada. Yəni, düzgün cavabımız elə B variantı. Gəldik 7-ci sualımıza.
Deməli, bu test tapşırığımız gördüyünüz kimi make-up, text, yəni tekst qurma ilə bağlıdır. Bu tip testlərin tapmağın ən rahat yolu nədir? Birinci və sonuncu rəqəmlərə bax. Məsələn, A variantı. Deyir ki, much of them. Cümlə much of them-dən başlaya bilməz. Biri gəlir. B variantı da. Həmişə birinci və sonuncuya baxmaq lazım. Testin cavabı orada olur. Deməli, A ilə D ola bilməz. B, C, E variantları yox. Cümlə birinci cümlə hər zaman topic sentence olur. Topic sentence hər bir halda concluding sentence'in ya summarization olur, ya da paraphrase olur. Mən elə bir şey tapmalıyam ki, birinci rəqəmlə axırıncı rəqəm bir-birinin açıqlaması olmalı. Yəni bunu açmalı daha doğrusu. Deməli, A ilə D variantları getdi. B ilə C, E variantları. B variantında the highlands in the west of the country. Məsələn, bu there dediyinə görə cümlə there'dən başlaya bilər. 6-da gedir. A, B, D variantları getdi. Heç cümləyə baxmıram, heç oxumuram, vaxtım yoxdur, imtahandayam. Hər bir dəqiqə mənim üçün qızıldır. Görürsüz, texnikalarla tapıram. Qaldı, deməli, B və daha doğrusu C ilə D variantları arasında. C-də American agriculture produces more food. Bu çox general bir cümlədir. Bununla cümlə başlaya bilər. 3. Burada problem yoxdur. Deməli, qaldıq C ilə E variantı arasında. 4-dən cümləyə başlayır. Dördüncüdə də ki, görək nə problem var. Deyir ki, vegetables growing are concentrated in the countryside. Bu cümlə ümumi cümlə ola bilməz. Bu detaydır, supporting sentence-dir. Dəstəkləyici cümlədir. American agriculture deyib cümləyə başlayır bilər. Çünki birbaşa proper deyimdən, xüsusi isimdən cümlə başlayır, giriş hissəsini verir. Topic sentence hər zaman generic, more generic olur. Elə cavab budur. 3, 1, 2, 4, 5, 4, 6 düzgün cümləmiz elə C variantı olur. İsbatı ehtiyac çoxdur. Özünüz yerləşdirib görə bilərsiniz. Düzgün cavabımız elə C variantı olur. Növbəti sualımız wish clause-u dəyişməklə bağlıdır. Gəlin sualımıza baxaq. It's a pity that you did not send for us last night. Və cümləmizdə last olduğuna görə biz wish clause-a çevirəndə mütləq variantlardan gedib had axtarmalıyıq. Yəni, hədli bir cümlə olur. Təəssüf ki, deyir, o göndərmədi, yollamadı. İndi burada biz nə etməliyik? Gedib onun həd olan versiyasını axtarmalıyıq. Və bu tip cümlələr, əgər öz cümlə, yəni instructionımız, özümüzün ana cümləmiz inkardadırsa, bir şey çevirəndə onun təsdiq formasında. Çünki təsdiq elə onun inkarını ifadə edir. Təəssüf ki, did moodlarda did last varsa mütləq had olmalıdır. Ki bilirsiniz ki, subjunctive moodlarda didlər, waslar və ölər present'ı, hadlər pastı ifadə edir. Keçmiş sadə zaman indikini, keçmiş bitmiş keçmişi ifadə edir moodlarda. A variantı indiki zamandadır. Çünki did var. Moodlarda did indiki zamanı ifadə edir. İndiki zaman meaningini verir. A ola bilməz. Lastla mütləq şəkildə had işlənməlidir moodlar. Normalda zaman formalarında lastla had olmaz. Moodlarda isə lastla had olmalıdır. Olmalıdır. I wish you had sent for us. Bizim arxamızca deyib göndərərdi. Last night. Düzgün cümləmiz elə bir variant. Gəldik 10-cu sualımıza. 9 daha doğrusu. 9 deməli wish'in içində nə olmalıdır? Don't olmaz. Y variantı gelir. Ya A-dır, ya B-dir, ya C-dir, ya da D variantı. Cümləmizin axırına diqqət edirək, now-dir. Now deyirsə, mütləq şəkildə nə axtarmaq lazım oradan? Deməli, ya və keçmiş sadə zaman, ya da ki, budaqda. Baxıram ki, heç bir yerdə yoxdur. Had keçmişdir, now ilə, now zaman zərfi ilə olmaz. Moodlarda are olunur, moodlarda have olunur. Are, have zaman formalarında işlər. Moodlarda are, have deyə bir şey yox. Cavab qalır elə D variantı. Əsl subjunctive mood cümləsidir. Düzgün cümləmiz D variantı. Gəldik 10-cu sual.
10-cu sualımızda isə deməli if var gördüyünüz kimi. If'dən sonra would gəlməz. B variantı gedir. Would'larda will olmaz. C variantı gedir. Have'dən would olmaz. D variantı gedir. Ya A'dir ya da E variantı burada olacaq. E variantı nəyə görə səhvdir? Çünki subjunctive moodlarda hər iki tərəf past simple ola bilmir. Düzgün cümləmiz elə E variantı qalır. Bu da bir atalar sözü ilə bağlı test nümunəsidir. I have a young sister deyir. Mənim bir yəni özümdən balaca bacım var deyir. From her childhood she dreamt of becoming pianist. Yəni qısacası xəyalı pianist olmalı olub. When she was 7, yəni deyir o 7 yaşında olanda our mother sent her to music school. Onu deyir, musiqi məktəbinə göndərir olası. At first it was difficult for her or a little girl to spend hours playing the piano and she could not achieve much progress. But my sister didn't give up. İlk başta deyir, balaca bir qız üçün deyir, saatlarla piyano başında vaxt keçirmək. Yəni ona zaman ayırmalıdır ki, fəaliyyət bilsin. Çətin olsa da deyir, daha sonra isə o bundan vaz keçmədi və davam etdi. Time passed, yəni vaxt keçir, zaman keçir. From year to year, yəni ilbəil deyir. She became more skillful and yəni çox peşəkar birisinə çevrilir. And succeeded in her dream və öz xəyalına çatır. Bu atalar sözümüz 9-cu sinifdəndir. Practice makes perfect. Yəni bəhrəsini görmək üçün hər şəkildə çalışmaq. Yəni işləməyən işləməz. Düzgün cümləmiz elə var. Gəldik restatement sualımıza, yəni 12-ci sual. 12-ci sualımızda isə horror films are one of the most popular of all genres, using well-known cliches to scare the audience. Deməli, söhbət nədən gedir? Qorxulu filmlərin ən məşhur filmlərdən biri olmasından danışır. Yəni, bütün janrlar arasında, janr arasında yəni. Burada of bu arada among mənasında istifadə. Yəni, belə olanda həmişə among sözünü axtarır. Lar arasında. Deməli, A variantı. Horror is among the most favorite of all movie types, which uses battle scenes familiar to everyone so as to make the audience frightened. Buna dikkat yetirseniz görərsiniz ki, banal, yəni banal, klişe mənasını ifadə edən sözdür. Banal və klişe. Yəni bu test tapşırığında klişe və banal sinonimlər olur. Nə deməkdir mənası? Yəni bayağı, adi, banal, sıradan yəni. Deməli, burada artıq məlum məsələdir. Klişe və banal bir-birinə sinonim olduğuna görə burada artıq problem qalmır. Deməli, scenes deyir burada, familiar to deyir. Burada da eyni şeydən danışır. To make the audience frightened, burada deyir ki, to scare the audience, demək olar ki, eyni şeydir. Gəldik B variantına. By far the most popular genre, although cümləsi deyil, ona görə də bu olar. C variantında təyin budaq cümləli bir cümlədir. Səbəb cümləsi deyil, həm də burada as the audience is not scared by cliché deyil burada. Clichés daha doğrusu. Bu da ola bilməz. Çünki tamaşaçıları qorxutmaq üçün ən məşhur klişelər istifadə edərək, yəni bilinən, hər kəsin bildiyi klişeləri istifadə edərək, burada etməyərəkdir, ona görə ola bilməz. Bir variant onsuz inkardadır. Deməli, təsdiq varsa inkar da vermək olmaz. Bir variantında isə despite deyir burada, bu da ola bilməz. Çünki qayda var ki, deməli, restatement suallarda əgər cümlədə although yoxdursa, o cümləyə although vermək olmaz. If yoxdursa, o cümləyə if vermək olmaz. Cümlə nədirsə onu vermək lazım. Bu cümlədə təyin budaq cümləsinin qısalmasıdır. Bu cümlədə which olub zamanında sadəcə düşüb, ləkəbdən sadəyə çevrilib. Yəni, əslində bu cümlə belə olub normalda baxsaq.
Horror films are one of the most popular of genres which use olub cümlə well-known cliches to scare the audience. Düzgün cümləmiz elə A variantı olur. Yenə növbəti sualımız mudla bağlı bir test tapşırığıdır. Deməli, if'li clause'lardır. Deməli, if'in içərisində if I had known, əgər mən bilsəydim ki, sən gələcəksən, sənin gələcəyini iki cür demək olar. Ya demək olar would come, would invite daha doğrusu dəvət edəcəkdi, ya da deyə bilərsiniz were inviting, yəni dəvət etməklə bağlı planın olduğu. Biz bilirik ki, continuous'lar həm də gələcəyi göstərə bilir. Were inviting də olar, would invite də olar. If I had known that you would invite me, then I wouldn't have gone to the party. Əgər deyirsən dəvət edəcəyini bilsəydim, mən onda partiyə getməzdim. If I had known that you were inviting, elə bir planın olduğunu bilsəydim, yəni dəvət edəcəyini bilsəydim, then o zaman I shouldn't have gone to the party. Partiya o zaman getməzdim. Ki wouldn't have gone da olar, shouldn't have gone da olar ki British English'lərdə would yox, should istifadə edilir. Düzgün cümləmiz 1, 3 elə B variantı olur. Deməli, cümləmizə deyir ki, biz deyir, ağacın altında nədir? Shelter eləmək üçün, yəni sığınmaq üçün bir dayandıq. Stop to bilirsiniz ki, məqsədli olanda to ilə deyir. Nəsə etmək üçün dayanmaq olanda stop to. Məqsəd göstərir. Çünki for the heat of the sun, yəni söhbət günəşin istiliyindən gedir, dözülməz idi. Düzgün cümləmiz elə C variantı olur ki, keçmiş bitmiş zaman formasından görmək olar ki, ora because mənasında for lazım. Sadəcə because tabellikdir, amma for isə tabellik bağlayıcıdır. Vergüldən sonra provided olmaz, tabellik bağlayıcıdır. So that olmaz, tabellik bağlayıcıdır. Lest olmaz, tabellik bağlayıcıdır. Until olmaz, tabellik bağlayıcıdır. Vergüllərdən sonra fan boy bağlayıcılar istifadə olunur. Düzgün cümləmiz elə C variantı olur. Gəlirəm 15-ci suala. Our chance of success is very small indeed. Bizim uğur şansımız. Burada nöqtəli vergül var və nöqtəli vergüldən sonra tabelilik, yox tabesizlik, amma cümlə zərfləri, transitionlar istifadə olunur. A gedir, özündən sonra isim götürür. Burada ya B'dir, ya D'dir, ya C'dir, ya da E variantı. Birinci hissən dəqiq başa düşsək ki, deyir ki, burada uğur qazanma şansımız çox aşağıdır. Telefon odur ki, qət belə etməyək. Deməli, burada C ilə E variantı olmaz, çünki ikisi eyni şeydir. Deməli, C'dir. Əgər C variantı deyilsə, o zaman E də deyil. Bu gedir. A onsuz özündən sonra isim götürüb, almışdı B, D. Bir də ki, dən sonra mənasını verir, amma düzgün cavabımız elə therefore. Buna görə təklifim odur ki, cəhd belə etməyək. Düzgün cümləmiz elə D variantı. Deməli, yenə bağlayıcı ilə bağlı bir test nümunəsidir. Bir tərəf təsdiq, bir tərəf inkardır. Deməli, bizə lazımdır tabesizlik qaydası. Cümlə başında transitionlar verilmə düzgün deyil. A variantını çıxaq. C variantını çıxaq. Yəni, xoşlayır, amma evlənmə fikri mümkün deyil ki, olsun. Yəni, evlənmə fikri yox. İkinci tərəfdə. I obeyed my father. Lar deyə qorxusuyla varsa mütləq less işləmlər. Ya da o fear that. Biz deyir pikniyə getməyəcəyik. Əgər hava yaxşı olmasa. Olsa yox, olmasa getməyəcək. Baxmayaraq ki, qorxusuyla olmasa. Düzgün cümləmiz elə Y variantı. Növbəti sualımız. Aşağıdakı deyir ki, cümlələrdən hansı gerund deyil? Gerund olmayan cümlə. Gerund olmayan cümlə nə demək? Yəqin ki, burada verbal noun'dan söhbət gedir, yəqin ki, burada deməli, P1-dan söhbət gedir. Baxaq.
The team celebrated winning the championship. Celebrate ing Gerundu ifadə eləyir, A variantı Gerundu. Bir də we discussed the plan for the upcoming project. The project is upcoming. Bu present participle Gerund deyil. Can't stand telling Gerundu. Running is Gerundu. After thanking Gerundu cavab B variantı olur. 18-ci sualımızda. Yet it was. Əgər cümlədə baş deməli boşluqdan sonra yet varsa, bu tərəfə baxmaq lazım. Təsdiqlisə, gedib variantlardan nə axtarmaq lazımdır? Deməli, inkar olan bir şey axtarmaq lazım. Ancaq deyir o, deməli, varianta qoyacağım nədirsə, mütləq təkdə olan bir şey olmalı. Son illərdə çox böyük bir popülarite, yəni məşhur, əhəmiyyət qazanıb daha doğrusu. Burada baxıram, hər bir şey cəmdədir. Bu itə əvəz eləyə bilməz. Oxumağa ehtiyac varmı? Oxumayın. Texnikası varsa cümlənin oxumayın. Oxumaq zaman etkisi olur eləndə. Məsələn, burada artıq görürəm ki, they olmalıdır. Çevirsən they olmalıdır. They olmalıdır. They olmalıdır. Burada it deyir, amma ehtiyac yoxdur, baxma. Yoxlamağa da dəyməz. Çünki onsuz təkdə olan bir şey yoxdur orada. Bir variantında yenə they əvəz eləyə bilərdi. They əvəz edərdi. It var burada. Bu da cavab. Global warming. Yəni qlobal istiləşmə. The whole is not a new term. But yet it has, yəni bu deyir, son illər böyük bir önəm qazanır. Countries deyir, issues deyir, o zaman they olardı. Uzaqdan, məsafədən təhsil has inspired many software programmers in the pandemic. Yəni pandemiyanın müddətində deyir, pandemicdə nə edib deyir? Çoxlu software proqramlarları deyir, ruhlandırıb. Amma burada bir məsələ var. Məsələ nədir? Deyə bilərsiniz ki, niyə görə bu olmaz ki? Çünki distance learning deyir burada. Diqqətlə baxsaz, burada deyir ki, ancaq o. Onun tərcüməsi qeyd olunur ki, deməli, uzaqdan təhsil, deməli, pandemiya müddətində bir çox proqramçıya ilham verib. Ancaq o, son vaxtlarda, onun əksi ola bilməz. Nəyə görə? Çünki yet əgər varsa cümlədə, bu tərəf təsdiqləyirsə, bu tərəf mütləq inkarda olmalı. Burada deyir ki, distant təhsil əksər proqramçıya ilham verib pandemiya müddətində. Bizə əks cümlə lazım. Çünki orada yet var. Düzgün cavab C variantı olur. Məsələn, yenə qısalma ilə bağlı. Qısalma deyil əslində. Burada qısalma axırına düşür, amma eybi yox. Deməli, baş cümləmizin xəbəri var, bitmiş zamandadır. Bura qədər gəlib. Baş cümləmiz keçmiş, bitmiş zamandadır. Deməli, bura lazımdır bir xəbər, bir də qısalma. Deməli, audience memberlara nə verildi? İmkan verildi. Were given the opportunity. Nə üçün soruşmağa? To ask. Verdi, yox verildi. Verildi, for asking olmaz. Çünki give to ask olur. For asking heç vaxt demək olmaz bu tip birləşmələrdə. Bu da gedir. Bir də xəbər yoxdur. Xəbər yoxdur, cavab ibarət yoxdur. Were given the opportunity to ask questions and make comments. Düzgün cümləmiz elə. Gələk növbəti test tapşırığımıza reading ilə bağlı bir sualdır. Deyir ki, which of the following best completes a given gap? Aşağıdakilərdən hansı boşluğun doğru şəkildə tamamlayır? Deməli, deyir ki, burada World War First. Əgər belə bir şey varsa, boşluqdan qabaq, gedib variantlardan ancaq ona baxmaq lazımdır. Bir burada var, bir də burada var. Başqa heç yerə baxa bilməzsiniz. Çünki onun cavabı yoxdur başqa yerdə. Oxuyaq. Many consider World War First to have been the first modern war, a total war, where the civilian populations were deliberately endangered as a direct tactical foe, which has continued in all subsequent wars. Nə deyir burada? Deyir ki, bir çoxları Birinci Dünya müharibəsinin, müasir müharibələrin ilk nümunəsi kimi baxırdılar, hesab edirdilər və bu deyir, deməli, bu müharibə zamanı deyir, mülki əhali, yəni civilizationla söhbət gedir, civilian population söhbət gedir. Mülki əhali deyir, qəsdən müharibə taktikası olaraq hədəfə alınır və bu bir məsələ, bu yanaşma, bu
deməli, müharibə taktikası sonraki müharibələrdə də demək olar ki, özünü göstərir, ya da ki, davam edir də deyə bilərsiniz. Mən hərfi tərcümədən hər zaman qaçıram, biraz daha çox bədii tərcümə edirəm. Has, which has continued yerinə davam etdi yox, daha çox özünü göstərdi növbəti müharibələrdə, demək daha bədii tərcümə olar. Baxaq. Caused a major depression deyil. Introduced the killing of civilians as a method of warfare. Elə cavab budur. Niyə? Baxın. Deyir ki, as a direct tactic of war. Müharibə taktikası. As a method of warfare. Müharibə metodu. Metod taktika deməkdir. Cavab elə belə. Yəni, bu tip testlərdə əgər əvvəldə sözün özü göstərilibsə, yəni nə boşluq doldurulmalıdırsa, ancaq gedib variantları onu axtarmaq lazım. Bütün mətni oxumağa dəyərmi, dəyməz. Bütün mətni oxumaq zaman etkisidirmi, zaman etkisidir. Niyə? Çünki hansı sözü vurğulayırsa, boşluq doldur sözündə, sən gedib onu axtarmalısan. Məsələn, burada deyir ki, World War First made civilian casualties accepted and commonplace, for example, through aerial bombardment. Qətl əlaqəsi yoxdur burada. Yəni, variantlarda the First War deyir, marked the end of the most peaceful deyir, is the bloodiest war deyir, caused major depression deyir. Yəni, heç bir variant iki cümləni tamamlaya bilmir. Düzgün cavabınız nədir? B variantı. Hətta IELTS-də, TOEFL imtahanlarında da belədir. Əgər boşluqda sözün özü birbaşa göstərilirsə, gedib variantlardan ancaq onu axtarmalısan. Bütün mətni oxumağa ehtiyac yoxdur. Tərcümə edə ehtiyac yoxdur. Düzgün cavabımız elə B variantı olur. Gəldik paragraf tamamlamaya. Paragraf tamamlamalarda əsas baxmaq lazımdır ki, boşluq hardadır? Boşluq əvvəldədirmi? Boşluq ortadadırmı? Boşluq sondadırmı? Əsas gedib buna baxmaq lazım. Boşluq əvvəldə olduğuna görə mənə lazımdır cümlənin topic sentence-ni axtarmaq. Çünki boşluq əvvəldə olanda mətnin topic sentence-i, yəni topiyi düşmüş olur əslində. Topic sentence tapmaq üçün özündən sonra gələn cümləyə diqqətlə baxmaq lazımdır, yəni bura baxmaq lazımdır. Burada nə deyirsə, cavabı olur. Gördünüz ki, cavabı buradan çıxarda bilmirsiniz, yəni özündən sonra gələn cümlədən cavab çıxara bilmirsiniz. O zaman gedin, sondakı concluding sentence-i oxuyun. Buranı oxuyun. Çünki topic sentence-də concluding sentence bir-birini ya paraphrasing ya da summarization olur. Təkrar deyirəm. Boşluq əvvəldə olun. Özündən sonra gələn cümləyə baxırsınız. Gördünüz ki, oradan cavabı çıxara bilmirsiniz. Gedirsiniz mətndən, mətnin son hissəsinə baxırsınız və testin cavabı elə oradan çıxmış olur. Düzgün cavabımız elə oradan çıxacaq. And they are certainly right. Bunlar tamamilə haqlıdırlar. Deməli, burada paragraf tamamlamalarda əsas detallar nələrdir? 1. Zamanların uzlaşmasıdır. Are indiki zamandır. Variantlarda keçmiş varsa əgər ki, gedib onları çıxacam ki, görürüm ki, variantlarda keçmiş yoxdur. İkinci, deməli, burada baxmaq lazımdır istinad sözə. They. Deməli, mən gedib variantlarda mütləq şəkildə axtarmalıyam cəmdə olan bir variant. Amma, məsələn, tutaq ki, ola bilər ki, A-dən I-yə qədər bütün variantlarda cəm isim olar, amma right sözünü təsdiqləməz. Çünki, məsələn, tutaq ki, A variantında deyər ki, maşınlar. Axı, maşınlar right olmaz, maşınlar haqlıdırlar deyə bilməzsiniz. Və qədər məsələn, baxarsınız B variantında houses deyər, evlər deyər. Yəni, elə bir cəm axtarmalısın ki, o cəmdəki o xəbəri ödəyə bilsin, xəbərlə üstə düşə bilsin. Məsələ bundan gedir, ha. Yəni, mənə lazımdır burada mübtəda cəmdə, amma canlı bir şey lazım. Məsələn, A variantında ultraviolet, məsələn, light. Burada heç bir şey yoxdur. Apples right olmaz. Getdi. Bacteria right olmaz. Bu da getdi. Bir də onu qeyd edeyim ki, burada ən bağlayıcısı varsa, sağı və solu bir-birinin eynisi olmalıdır. Pozitiv, negativ. Gedib variantlarda mütləq pozitiv olan bir şey axtarmaq lazım. Və çıxdaşları necə eləmək olar burada? Cümlə topic sentence bağlayıcı ilə başlamaq məsləhət deyil. Ona görə C variantını demirəm, başlamaz məsləhət deyil ki, burada onsuz we, they deməyimiz düzgün deyil. Buradan C variantı gedir. D variantı gedir, bağlayıcı ilə başlayır. E variantında by it, istinad sözü var. İstinad sözünün əvvəli yoxdur. Itlə cümlə başlamaz, bu da gedir. A variantında them sözü var. Them burada nəyi istinad edir? Əvvəlki cümləmiz yoxdur, bu da gedir. Düzgün cümləmiz elə B variantı olur. Your parents tell you to wear sunscreen when you are outside in the summer. Sən deyir, yayda çölə çıxanda güneş kremidir, üzünə sürtməyi və bədəninə sürtməyi valideynlər sənə hər zaman söyləyir, tövsiyə edir.
Düzgün cümləmiz elə B variantı olur ki, ardından da and they are certainly right. Onlar tamamilə haqlıdırlar deyir. Düzgün cümləmiz elə B variantı olur. Deməli, bu tip suallarda ki, burada deyir ki, aşağıdakilərdən hansı deyir, pasajda, yəni mətndə, passage-də deyir, vurğulanıb. Yəni, passage deyən tekstin özündən burada artıq vurğu olmaq lazım bura. Bunu eləmək üçün nə eləmək lazımdır? Deməli, gəlin qısaca mətnimizi oxuyaq. Many consider World War I to have been the first modern war, a total war where the civilian populations were deliberately endangered as a direct tactical war, which has continued in all subsequent wars. Bu hissəni zaten bayaq tərcümə eləmişdik. While civilians have always died in wars, World War I made civilian casualties accepted and commonplace, for example, through aerial bombardment. Burada while deməli over yerinə istifadə olunub. Yəni deyir ki, müharibələrdə hər zaman mülki insanlar həyatlarını itirsələr də, həlak olsalar da, deyir ki, Birinci Dünya müharibəsi deməli mülki itkiləri qəbul edilən və adi hala çevrilən və ya adi hal halına gətirilən bir müharibə. Məsələn deyir, hava bombardımanı. All aspects of the societies fighting were affected by the conflict, often causing profound social change, even if the countries were not in the war zone. Deyir ki, burada deməli döyüşən hansı ki müharibədə birbaşa müharibəyə cəlb olunan döyüşən cəmiyyətlər deyir. Hansı ki mübarizə aparan, döyüşən, iştirak edən deyir. Bu societylər, yəni cəmiyyətlərin deyir, hər biri hamısı yəni bütün aspektləri deməli bu münaqişədən demək olar ki təsirləndi. Bəzən isə deyir, hətta deyir müharibə zonasında olmayan ölkələr belə dərin sosial dəyişikliklərə gətirib çıxara bildi, sosial dəyişikliklərə səbəb oldu. Deməli müharibə zonasında olmayanlardan söhbət gedəcək indi bu. Baxaq, the war's economic impact, burada iqtisadi təsirdən söhbət getmir. Çünki sosial dəyişiklikdən söhbət gedir burada. Sosial məsələlərdən söhbət gedir burada. Deməli, sosial məsələ burada artıq iqtisadi məsələsi deyil bunun. Həm də mətndə yaxın olan yox, yaxın olmayandan söhbət gedir burada. Burada close burada deyir ki, hətta yaxın olmayan ölkələr belə. Onsuz birbaşa müharibədə iştirak edənlər həm iqtisadi, həm sosial baxımdan bundan təsirlənməlidir. Burada mı deyir ki, olmayanlar belə were not in the war zone. Bizə bunun cavabı lazım. Deməli, burada əsas məsələ nədir? Deyir ki, müharibənin iqtisadi təsiri müharibə zonasına yaxın olan ölkələrdə kəskin şəkildə hiss olundu deyir burada. Amma bizə lazımdır olmayan ölkələr. The aftermath of World War I brought more attempts to protect civilians involved. Deyir ki, Birinci Dünya müharibəsinin nəticələri deyir. Müharibədə mülki əhalini qorumaq üçün daha çox səy göstərdi. Deməli, unlike all subsequent wars, World War I was worldwide. Deyir ki, sonraki bütün müharibələrdən fərqli olaraq Birinci Dünya müharibəsi dünya miqyasında bir müharibə idi. Bu da yoxdur orada. More civilians than soldiers were killed in the World War. Ümumiyyətlə bunlardan danışmır. ABC mətnində yoxdur. Deyir ki, Birinci Dünya müharibəsində əskərlərdən daha çox mülki şəxs həlak oldu. Burada deyir ki, mətndə mülki insanlar daha çox cəlb olundu. Orada artıq müqayisə aparılmamışdı. Əskər mi çox öldü, yoxsa sivillər mi çox öldü? The impact of World War I was felt even by the countries who were not close to the war fronts. Deyir ki, Birinci Dünya müharibəsinin təsiri hətta müharibə cəbhələrinə yaxın olmayan ölkələrdə də hiss edildi. Burada fikir versək, deyir ki, were not in the war zone, were not close to the war fronts. Düzgün cavabımız elə E variantı olur. Deməli, növbəti sualımız yenə mətndən bağlıdır və burada did use sözü istifadə olunub, conclusion daha doğrusu. Belə olduğu halda əsasən mətnin son cümləsinə baxmaq lazım ki, buranı bayaq geniş şəkildə oxuduq. Məsələn, burada deyir ki, A variantında very few countries had designed or built aircraft specifically for war functions before World
War first. Deyir ki, Birinci Dünya müharibəsindən əvvəl çox az ölkə deyir, xüsusi şəkildə müharibə məqsədi üçün təyyarə dizayn edib və ya istehsal edib. Burada belə bir şeydən danışmırdı. World War First was not the first war in which civilians died. Deyir ki, deməli, Birinci Dünya müharibəsi sivillərin, yəni mülki şəxslərin, mülki əhalinin öldüyü ilk müharibə hesab olunur, bəli. Kesin cavabı elə budur. Birinci, bu olub. Onun ardınca da bu davam eləyib. İlk müharibə idi, bəli. Ən çox sivillərin həyatını itirdiyi, öldüyü, həlak olduğu ilk müharibədir. Many consider World War First the defining moment of the modern life. Deyir, çoxlar Birinci Dünya müharibəsini müasir həyatın müəyyən edici, aydınlaşdırıcı anı hesab edir. Bu yəni əlaqəsi yoxdur. The aerial bombardment of civilians was widely criticized. Yəni, nə deyir burada? Deyir ki, mülki əhalinin, yəni mülki insanların, yəni şəxslərin hava hücumu ilə bombardman edilməsi deyir, geniş tənqidə səbəb oldu, geniş tənqid oldu yəni. Death in the World War First usually caused by a mistake, accident, or being too close to a military target. Birinci Dünya müharibəsində ölümlər deyir, adətən yanlış, qəza və ya hərbi hədəfə daha çox yaxın olmaq nəticəsində baş verdi. Bu da deyil, düzgün cavabımız elə, gördüyünüz kimi B variantı olur. Yəni, qısacası, burada belə bir nəticəyə gəlirik deyəndə, testin cavabını əsasən ya conclusionda, ya da topikdə axtara bilirik. Düzgün cavabımız elə B variantı olur. Növbəti testimiz yenə bir paragraf tamamlama ilə bağlı bir, yox, paragraf deyil, bu artıq cümlə tamamlama ilə bağlı bir sualdır. Cümlə tamamlama suallarında biz əsasən nə edirik? Əsasən özündən sonra gələn cümləyə baxırıq. Məsələn, the key deyir burada. Baxmaq lazım. Buradakı key təyin budaq cümləsinin vəthidir, yoxsa subject clause-un vəthidir? Yəni KQ-dur, yoxsa hansı ki keysidir? Baxaq. Mübtəda var cümlədə, xəbərdə var, yer zəfliyi də var. Deməli, bu tamamlıq budaq cümləsidir. Deməli, tamamlıq budaq cümləsinin vəthidir. Əgər vətdən sonra tam cümlə gəlirsə, S, V, L, bunlar və yaxud da ki, Edward gəlirsə, bizə lazımdır cümlədən noun clause axtaraq, subject clause axtaraq, yəni bunu axtarmaq, ya da object clause, predicative clause, clef sentence axtarmaq lazım. Deməli, wonder feilindən sonra vət gəlməz. Bu getdi. Bunu çıxıram. İkinci, vətin istifadə olunması üçün B variantında burada ya fikirlə bağlı bir feil olmalıdır, ya da isim olmalıdır, heç birisi yoxdur, ola bilməz. C variantında yenə burada ya isim olmalıydı, burada isim var, amma bunu ödəmir o, ya da ki, fikirlə bağlı, düşüncə ilə bağlı deməli, feil olmalı. Hansı ki, non-clause ödeyə biləcək feillərdir. The USA government's currency policy has been sharply criticized that saxlayarıq B variantını, bir də I variantını. Burada baxsaq görərsiniz ki, itlə başlayan cümlə vətlə davam edir. Və biz bilirik ki, claim sözündən sonra vət istifadə olunur. İddia olunur ki, buranın onsuz, onun budaq cümləsi əsasən, yəni ikinci hissəsi daha doğrusu, əsas biz buradan köklənirik. İddia olunur ki, indi bunu tam aydınlaşdırmaq üçün gəlin cümləmizə baxaq. That the reasons for introducing the new design dollars bills were the persistent reports of high-quality counterfeits circulating in the Middle East. Deyir ki, yeni dizayn edilmişdir dollar əskilaslarının
deməli, təqdim olunmasının, sunulmasının deyir, əsas səbəbləri Orta Şərqdə, yəni Middle Eastdə deyir, yüksək keyfiyyətli, deməli, yəni high quality olan saxtalaşdırılmış pul əskinaslarının deməli dövriyyədə olması barədə davamlı hesabatlarla bağlı. İndi burada biz səbəbləri axtarmalıyıq. Deməli, yeni dizaynlı dollarların təqdim olunmasının səbəbi. A-da nə deyir? Deyir ki, ABŞ Gizli Xidmət tərəfindən aparılan deyir araşdırmanı izləyərək deyir, ABŞ deməli federal ehtiyat sistemi təəccübləndi. Bunu artıq izləyərək təəccübləndi. Yəni bunun cavabı ola bilməz. Bayaq dediyim kimi onsuz Wonder'la qəti ola bilmir. B variantında ABŞ və xaricdə deyir dollar əskinaslarının böyük deməli miqdarı ehtiyatda saxlanılır. Bu da ola bilməz səbəb. Ondan sonra ABŞ hökumətin deməli the USA government yox desən siyah all of them are old. Deyir ki, bunların bir hamısı ABŞ deməli federal ehtiyat sistemi tərəfindən irəli sürülmüş köhnə iddialardır. Yenə burada heç bir şey yoxdur. Allegation iddia deməkdir. The US government, yəni ABŞ hökumətinin deyir valyuta siyasəti kəskin şəkildə tənqid olunub. Bu da səbəb deyil. Baxın. It has been claimed but never confirmed by the US Federal Reserve. Deyir ki, ABŞ federal ehtiyat sistemi tərəfindən irəli sürülmüş, amma heç vaxt təsdiq edilməmişdir. Nə yeni dizayn dollarlarının introducing təqdim olunmasının səbəbləri. Mən məcbur qalıb bunu tərcümə edirəm, amma imtahanda olsam nə edərdim? Elə itdən başlayan cümləni dətdən davam etdirərdim, cavab elə çıxır. Sadəcə isbat eləmək lazım deyə məcbur tərcümə edirəm ki, isbat edirəm. İtdən başlayan cümlə dətlə davam edir. Həmişə belədir onsuz. Sadəcə, yəni texnikanı çox qabarıq şəkildə ortaya, yəni sizə göstərməmək üçün məcbur qalıb tək-tək oxuyub tərcümə edirəm. Amma mən imtahanda olsaydım, itdən başlayan cümləni dətdən davam etdirib cavabı Y götürərdim. Başqa şey ehtiyac yoxdur ki, claim feilindən sonra that işlənir. Çünki non-clause bağlı feillərdir onlar. Ümumiyyətcə testlər işləyəndə, məsələn, deyək ki, suggest-dir, advise-dir, think-dir, claim-dir. Biz əsasən bu feillərdən sonra that istifadə edirik və bu feilləri görən kimi variantlardan that axtarırıq. Məsələn, tutaq ki, belə bir testdir. Burada bizdən buranı istəyir, amma deməli, budağı istəyir, başı verir. Başda deyir ki, claim, yəni bitir son feil burada, claim deyir. Gedin variantlardan that-dən davam edən cümlə axtarın. Claim that. Cavab bu çıxacaq. Suggest that. Cavab bu çıxacaq. Çünki bunlar non-clause yaradan feillərdir. Növbəti test tapşırığımız dərsliklə bağlı bir sualdır. With the principles of equal rights and freedom of expression for all. Biz bərabər hüquqları və hər kəs üçün ifadə azadlığını müdafiə edirik. İfadə azadlığını müdafiə edirik. Bizə əsasən bu lazımdır, bu hissə. We adhere to the principles of equal rights, freedom of expression for all. Yəni onu müdafiə edirik, ona riayət edirik. Və biri olacaqdır B. İki də deyir ki, deməli, public libraries frequently have computers that people can use their skills. Yəni ictimai kitabxanalarda deyir, tez-tez insanlar öz bacarıqlarını boşluq, nəsil qoyacaq ora istifadə edə biləcəkləri kompüterləri olur. İndi burada nə vermək lazım? Öz bacarıqlarını nə etmək üçün? Öz bacarıqlarını brush upon, yəni review eləmək üçün, go over eləmək üçün, yəni yeniləmək üçün. Brush upon review deməkdir, nə bilim, go over deməkdir. Bu mənanı verir. Deməli, 2 olacaqdır A. 3-də the clown sang duets with a talking horse which every night. Yəni deyir, clown deyir, danışanda nə də deyir, atla duet oxudu. Yəni bir növ belə gedir də.
talking horse, which every night. Which every night nə? To break down the house. Bu hansı mənanı verir? Bu to break down the house. Əgər bu boşluğa qoysaq, məsələn deyirik, sənədə böyük bir təsir yaratmaq və yaxud da ki, gülüş və ya alqış yaratmaq. Yəni hər axşam səhnədə böyük bir alqış, gülüş, təsir yaradan talking horse-la bir deməli nəğmə ifaələri. Düzgün cümləmiz elə B, A, C, D variantı olacaq. Gələk növbəti sualımıza. Wish clause-a bağlı bir sualdır. Deməli, daha doğrusu ing, keep verindən sonra biz nə istifadə edirik? To kept burada verilib, ing istifadə olunur. C, E variantları gedir. İkinci tərəfdə that sounds strange sound from sözünü varsa ing axtaracaq. Mühərrikdən gələn səs. Hər iki tərəf ing olacaq, D variantı. Hansı cümlə deyir? Gerunddur. Deməli, look at her shining eyes. Burada deməli fiili sifət 1-dir. Çünki she looked at her eyes which were shining. Burada her eyes-a, shining da eyes-a aiddir. Bir ola bilməz. Came in ifadəsinin tərkibindəki in sözünü yox, zərfdir. İçəriyə. Əgər sözünlər tərcümə olunursa, onlar zərf olur və zərflərdən sonra gələn ing-lər gerund yox, fiili sifət 1 olur. Kate came in crying, ağlayaraq içəri tərcümə olundu. O zaman gerund yox, P1-dır. We passed by whistling, fit çalaraq yanından ötüb keçdi. Yenə tərcümə olunur. Tərcümə olursa phrasal verb deyil, gerund yox, fiili sifət 1-dir. 1, 2, 3 fiili sifət 1-dir. She laughed at the thought of her husband and Johnny looking after her house. Bu fiili sifəti yox, gerunddur. Looking, çünki after, thought of looking-a aiddir, gerund. The duty of all progressive people is fighting və ya to fight, gerunddur bu da. İsmi xəbərin ad hissəsi yerində gerund. 4-5 C variantı olacaq. Növbəti testimiz paragraf tamamlama ilə bağlı bir sual. Deməli, paragraf tamamlamalarda boşluq ortada olarsa, özündən sonra gələn cümləyə baxmaq lazım. Deməli, bizdə concluding sentence verilib, bundan qabaqki cümləni tapmamız bizdən istədir. Belə olduğu halda biz nə edirik? Concluding sentence mütləq şəkildə yaxşı oxuyuruq, çünki cavab buradan çıxacaq. Consequently, this fall led to serious economic and political difference between the cells of Southeast Britain and those of Northwest. Nə deyir burada? Deyir ki, deməli, buna görə də deyir, bu tənəzzül Cənub-Şərq Britaniyasındakı, deməli, Britaniyasındakı, yəni söhbət ondan gedir, deməli, Keltlər ilə Şimal-Qərb Britaniyasındakı Keltlər arasında ciddi iqtisadi və siyasi fərqlərə gətirib çıxartdı və ya səbəb oldu. Deməli, bu düşüş bizə lazımdır test variantlardan bu sözünün təkdə olan bu tək ismi və bunun düşüşünü axtarmaq. 7 variantlardan düşüş axtaracağıq. A da yoxdur, B də yoxdur, C də yoxdur. Bir də baxın, client. Cavab çıxdı. Çünki bunlar belə tapılır. Trade deyir burada. Yəni, trade contact with Europe declined. Yəni, deyir ki, lakin deyir, 500 BC-dən etibarən deyir, Avropa ilə ticarət əlaqələri azalmağa başladı. Və bu azalma nəticədə consequently this fall led to serious economic and political differences between the Celts. Celts bizdə Keltlər kimi tərcümə olunur. Celts of Southeast Britain and those of the Northwest. Düzgün cümləmiz elə B variantı. Növbəti sualımız paraphrasing ilə bağlı bir test tapşırığıdır. Deyir ki, gəlin ki, olaraq mətnimizi oxuyaq. Deyir ki, deməli,
Leonardo da Vinci forged close friendships with a wide variety of people, from humble apprentices to the King of France. Deyir ki, Leonardo da Vinci deyir, sadə şagirdlərdən tutmuş Fransanın kralına qədər geniş bir insan kütləsi qrupu ilə çox yaxın bir dostluq münasibətləri qurub. Deməli, bu tip testlərdə nə etmək lazımdır? Hara baxmaq lazımdır? Baxmaq lazım birinci zamana. Forged close friendship. Yəni yaxın dostluq münasibətləri qurur. Sonra humble. Nə deməkdir? Sadə. Apprentices şagird deməkdir. Deməli, biz gedib variantlardan bunlara baxmalıyıq. Məsələn, A variantında some var. Cümləmizdə some olmadığına görə vermək olmaz. Variety dediyi o deməkdir ki, orada many var. Many axtarmaq. A olmaz. B variantı. The few people deyil. Bu ola bilməz. Çünki cümlədə few people deyə bir şey yoxdur. C variantında Leonardo da Vinci was very fond of his friends, who is in fact considered of the... Heç əlaqəsi yoxdur. Kral, nə bilim, nə. Bu ola bilməz. Dən ibarət idi. Leonardo da Vinci had a wide range of close friends. Variety of, range of, eyni şeydir. Academic writinglərdə elmi anlam verir. Including poor apprentices and also the King of France. Cavabı deyil var. Çünki eyni mənanı verirdi. Çoxlu sayda dostları var idi. Bura sadəcə alt təbəqədən olan şagirdlər, eləcə də kral da daxil idi. Bugün cümləmiz elə deyil var. Növbəti sualımız dialoq tamamlama ilə bağlıdır. Deməli, bu tip testlər eləyərkən əsasən aşağıdakı cümləyə baxmalıyıq. Cavab bu olur. Və sonra da özündən qabaq gələn cümləyə köklənir. Amma əsasən testin cavabı burada olur. Gəlin olaraq qısaca texnikaya keçmədən sualımıza baxaq. Have you read this article on the economies of the Middle Eastern countries? Deyir ki, yaxın şərq ölkələrinin iqtisadiyyatı ilə bağlı olan bu məqaləni oxumusan. No, not yet. Is anything interesting in it? Hələ yox. İçində maraqlı bir şey var. That is to be expected. Bu ki gözləniləndir. After all, Iran is the second largest producer of the oil in OPEC. Deməli deyir, İran deyir, OPEC-də ikinci ən böyük neft istehsalçısıdır. O zaman burada neftdən danışacaq. A variantda nuclear deyir. Nuclear olduğuna görə ola bilməz. B variantı, to my surprise, 50% of the Iran's revenue comes from its oil exports. Deyir ki, zənnimcə İran gəlirinin 50% neft ixracatındandır. Belə cavab B variantı olur. C-də global economy ola bilməz. D-də arada bölgə aparıb. Bir tərəfdən deyir sadəcə bir məqam. Hər gün dünya deyir, sərf edir. Həmən 5,5 milyon. Əlaqəsi yoxdur aşağıdakı cümlə ilə. D-də isə danışır nədən? Çin deyir ki, görünür ki, deyir Çin, Hindistan və Yaponiya deyir, yaxın şərqin neft və qazı üçün əsas bazalara çevrilib. Əlaqəsi yoxdur. Düzgün cümləmiz ikinci boşluqdan sonra gələn hissəyə köklənərək elə B variantını tapmaq olar. 32-də boşluqdan sonra earlier sözü varsa cavab həddir, ya C-dir, ya D-dir. D ola bilməz, çünki modlarda mütləq could have-dan, could have-dan, might have-dan işləmlərdir varsa, düzgün cümləmiz C variantı olur. 33-də burada deməli more people deyirsə, deməli dəyişən hərəkəti ifadə edir. Əgər daha zəngin ölkələr silaha deyir, çoxlu xərcləməsəydilər, deməli onlar deməli ac olan, yəni yoxsul olan insanlar daha çox yardım edilər. Didn't spend, təbii ki, bu da bir xəyali vəziyyətdir. İndiki zamanı ifadə edir, keçmişlə bağlı deyil. Düzgün cümləmiz B variantı olacaq. A ola bilməz, can var. C ola bilməz, will not var. D ola bilməz, may ilə had olmaz. E ola bilməz, çünki bunlarda would, could, should işləməlidir. 34-cü sualımızda isə root for daha çox hərbidə, daha çox idmanda olur və bir növ çətin edilən bir şey üçün dəstək göstərmək mənası verir. Yəni birə olacaqdır. Deməli D variantı olacaq.
B daha doğrusu 1-ə B, 2-də deməli backup. Backup nə deməkdir? Birinə dəstəyini, yardımını göstərmək, yardım təmin eləmək 2 olacaqdır. C, 1-2C. 3-də də ki stand up for, o da dəstəkləmək, amma hansı mənada dəstəkləmək? Daha çox defend eləmək mənasında, hakim qarşısında, hüquq qarşısında hansı düşüncəni, fikir dəstəkləmək mənasını ifadə edir. 1C, yəni 1B, 2C, 3A, B variantı olacaq. 35-ci sualımıza gələk. Bağlayıcı ilə bağlı bir sualdır 35-də. Fish often spend much of their time in the deep, cool waters of a lake. Oxygen levels there become depleted by decomposers. Nə deyir burada? Deyir ki, balıqlar deyir, adətən bir gölün dərin və sərin sularında çox vaxt keçirirlər. O zamanların çoxunu dərin və sərin sularda daha çox vaxt keçirirlər. Hansı halda mı? O halda ki, oksigen səviyyələri dekompozitlər tərəfindən tükənməsə, bu baş verməsə, unless oxygen levels there become depleted by decomposers, dekompozitorlar tərəfindən, yəni tükənmədikdə, belə olduğu halda, məsələn, as if sanki daha çox feilə qoşulur, just as daha çox ing götürür özündən sonra, yəni past continuous. Nə o da səbəb ifadə edir? Cavab elə divar. Gəlirik 36-cı sualımıza. 36-cı sualımız da yenə bağlayıcı ilə bağlıdır. We were going to go swimming yesterday. Ancaq, but because of my friends were suffering from the flu, cavab bir də but olacaq. Çünki vergüldən sonra but, nöqtəli vergüldən sonra nevertheless işlənir. The garage can't have adjusted the brakes properly. Deməli, ola bilsin ki, adjust olunmuyub. They wouldn't be making such a horrible noise. Əks halda belə bir dəhşətli səs çıxarmazlar. Yəni, brakes üçün, yəni tormozlara xüsusi şəkildə deyir, adjust olunmuyub. Yəni, onu uyğunlaşdırılmayıb. Garaj deyir. Olsun ki, ola bilməz ki, uyğunlaşdırılmasın. Əks halda deyir, bu qədər səs eləməzdi. Otherwise. Because they fly, bats are often mistaken for birds. Deyir ki, deməli, deyir, yarasalar uçduqlarına görə quşlarla səhv salınırlar. Amma onlar deyir, quş deyil. Onlar əməllər sinifindədir. Ancaq, however, nöqtəli vergüldən sonra however, bundan sonra vergül gəlməlidir. Vergüldən sonra isə and boylar, yəni for and nor, than, yet bunlar gəlməlidir. Be, otherwise, yəni but, otherwise, however, cavab E. 37. Breathtaking, stunning deyə bilərsən, magnificent, astonishing, captivating, spectacular, stunning və ya acquisite, yəni bunların hamısını istifadə etmək olar, mümkündür. 1, 2, 3, 4, 5, 6 hamısı sonunlardır. Acquisite, astonishing, astounding də deyə bilərdim. Burada antonimləri istəyir. Moderate deyir burada. Moderate deyirsə, deməli, bunun antonimi olacaqdır. Excessive, mütəvazi və şişirdilmiş şəkildə. Excessive, bir də ki, deməli, olacaq burada extreme. 1, 4. Çünki 2 ilə 3 sinonimdir, 1 ilə 4 antonim olur. Reasonable, məsələn, sinonimdir. Temperate sinonimdir. Extreme antonimdir. Excessive antonimdir. Otuz dokkuza gedək. 39-da deməli. It is impossible to know which stories will deməli go viral. Viral olacaq qısa müddətdə. Yəni populyar olacaq. Some people say
Journalists are deməli are what? Biased. Ön yargılı olmaq yəni bir şeyə qarşı. Biased against big business. Yəni kiməsə qarşı mənfi rəy, mənfi düşüncə mənasında. 3-də your Facebook newsfeed xəbər hissəsi, xəbərlərin yaratdığı hissəyə newsfeed deyirlər. Will show you the posts and pages your friends like or finds interesting. Bu düz newsfeed odur, xəbər hissəsi, xəbərlərin olduğu yer. Deməli, this story is breaking news on Twitter and various websites. Deyir ki, bu xəbər Twitter'da və müxtəlif vebsaytlarında son qəynaq xəbərdir. In which of the following is the word recharge? Recharge yəni istirahət edib özünə gəlmək mənasını ifadə edir. Bu öz mənasındadır. We use solar panels to recharge the battery. When can I recharge my mobile? You can leave it to recharge overnight. I get 4 weeks holiday a year to recharge my batteries. You should recharge your batteries. Yəni şu anki istirahət edib biraz özünə gələsən. My phone is dead, it needs recharging. Düzgün cümləmiz burada elə idiom olaraq D variantı.